əlamətlərlə. MRT məsləhət görülür miqren zamanı. Məsələn, bunu düşündü. Bu ağrılarla gəldi mənə, anlatdığım kimi gəldi xəstə mənə. Ağrının nə qədər vaxt ortaya çıxdığı önəmlidir. Əgər 3-6 ayı keçibsə, yəni 6 aydan çoxdur bu şikayət var və çox vaxt xəstələr zaten illərdir var deyə gəlirlər. Məktəbdə başlamışdı, əvvəl ayda bir dəfə olurdu və ya ildə 3 dəfə olurdu. Sonra get-gedə sıxlığı artdı. Artıq ayda 3 dəfə, 5 dəfə olur. Aynen. Yəni çünki miqren ağrıları normalda birdən-birə bir ayın 15 günündə səni narahat edəcək səviyyədə ortaya çıxmır. Çox vaxtı ayda bir, 2 ayda bir, 3 ayda bir və xəstə bunu çox umursamır. Ağrı kəsici aldım, keçdi. Arada olurdu ağrım, amma çox ciddiyə almırdım. Burada önəmli olan bu ağrı həmin ağrı mı? Eyni ağrı mı sıxlaşdı? Yəni bu çox önəmli bir detay. Çünki bəzən miqreni olan xəstədə daha fərqli bir ikinci baş ağrısı da ortaya çıxa bilər. Onu da atlamamaq lazım. Və əgər bəli, xarakter olaraq eyni ağrıdır, eyni nahiyədədir və ya fərqli nahiyədə, amma eyni xarakterli ağrıdır, işte şiddəti artıbdır. Əvvəl məsələn 10 üzərindən 5 şiddətdə idi, indi daha belə 8-9 olubdu. Bəzi günlər yenə zəif şiddətdə olur. Bunlara baxaraq belə və uzun müddətli varsa, bəli, miqren deyirik və miqren ağrısı üçün MRT bizə yəni diaqnozu təsdiqləyən bir şey verməz. Yəni MRT çəkdirmənin heç bir anlamı yoxdur. Yəni mənim xəstələrə ən bəsit dediyim şey şöyle düşün. Yəni illərdir var bu ağrının. Pis bir şey olsaydı çoxdan başqa bir əlamət ortaya çıxardı. Yəni beyin toxuması belə. Aynen, yəni belə düşünsən zaten beyində bir şey ciddi qorxulu bir şişin olsaydı, qanaman olsaydı çoxdan fərqli bir simptomla özünü göstərərdi. İllərdə olan bir ağrı bu şəkildə yəni əlamətsiz qalmazdı. Hani oradan düşünərək MRT-dən vaz keçirə bilirəm bəzən xəstələr ki,